Gördüğümü də açsam. Okey. Deməli, array 2 idi F tapşırığınız düzdür. Burada kimlər idi? Cavidan, Əkbər, Cəmil buradaydı, getdi. Okey. Axıra qədər vermişdim mən uşaqlar. Müəllim axıra qədər vermişdiniz, amma son suallar çox çətin idi. Okey, baxarıq indi. Onda Cəmil gəldi yoxsa Cəmil də getdi. Nəsə azala-azala gedirik bu gün. Bayramın havası desən yavaş-yavaş gəlir uşaqlar. Tamam. Amma onu bilin ki, bayramdan sonra imtahanla qarşılaşasınız böyük ehtimalla. Yəqin ki, aprelin 2 həftəsi olar. Böyük ehtimalla. Müəllim çatacaq vaxta qədər bütün mövzuları. Çatarıq yəqin ki. Yəni onsuz da ilk tur o qədər də mövzu gərəkdirəsi bir şey deyil. İndi baxarıq bu dərs suallara ilk turda necə tipli olur. Yəni çatacağıq, narahat olma. Yəni əsas mövzu bura qədərdir, vektorlara qədər. AZS kapora qədər keçirir. Mən vektorlardan da artıq keçsəm sizə. Yəni hardasa 2-3 mövzumuz qalıbdı. Yəni bayramda da onsuz da yəqin ki, ancaq 20-si 21 dərs olmayacaq. Ondan sonra mı olacaq uşaqlar? İndi o 20-si 21-nə əgər bizim dərsimiz düşürsə o heç. Amma qalanları olacaq, ona görə çatacaq, narahat olma. Əsas bura qədəri mükəmməl bilməkdir. Yəni bura qədəri mükəmməl bilsək bir problem yoxdur ələk. Narahat olmayın. Tamam, onda başlayaq. Səhvlərimizdən vaxt itirməyək. B sualında Cəmildə problem var. Bu məncə əvvəldən qalan problemdə. Tapılmadı sözünə görə bu 70 bal verib Bəli, məncə. bəli. Tamam. Sonra burada sizin kim gəldi? Okey. Okey, onda salam Muhammed. H sualında deyəsən probleminiz olub, boşluq var burada. Salam müəllim. Salam. H sualını məncə izah eləmişdik. Yəni nə deyirdi bizə? Bir n ədədi verilir və n-1 dənə kart verilir bizə. Məsələn 5 və 5-1 4 dənə kart. Siz təxmin eləməlisiniz ki, kartınız da sizin həmişə 1-dən n-ə qədər nömrələnir. Siz təxmin eləməlisiniz ki, hansı kart sizdən götürülür. Məsələn burada deyir ki, əvvəl 1, 2, 3, 4, 5 kartınız var idi. İndi isə əlinizdə 1, 2, 3, 4 nömrəlilər qalıb. Ancaq hansı tipdir? 5 tip. Ona görə də nə dedik biz? Biz əgər 1-dən 5-ə qədər ədədlərin cəmini tapsaq və sonra əlimizdə qalan ədədlərin cəmini tapsaq və bu ikisinin fərqini tapsaq, bizə nəyə vermiş olacaq? İtkin olan kartın nömrəsini. Və həll də sadəcə buydu. Biz burada verilən ədədlərin cəmini tapmalıydıq. Bir də 1-dən 5-ə qədər ədədlərin cəmi, o da nədir? Düsturur. N vurulsun, n plus 1 bölünsün 2. Sonra da bu ikisinin fərqini tapanda bizə itmiş kartı verəcəkdi. Yəni asan sual idi, H sualı. Y sualında Fatimədə problem olub. Bu nə sual idi? Mənfi ədədlərin sayını və cəmini tapmalıydıq, düzdür? Nə yazmısan? Problem bax buradadır. Sən AN yaradırsan Fatimə, amma sən bağışlayın. Sən hələ N-i daxil eləməmsən, amma double AN yaradırsan. Və bu problem yaşanır. Çünki sən hələ proqram bilmir ki, sənin N-in nədir. Tamam, yəni bunun altında olmalıydı. Tamam, qalan kodunda bir problem yoxdur. Okey uşaqlar, J sualına baxaq. Deyəsən çətin olubdumu? Bir nəfər yazıb Cavidan. Aha. J sualında nə deyir? Deyir ki, bizə n ədədi verilir. Yəni bir massiv verilir və massivdə 2 dənə ən böyük ədədin cəmini tapılmalıdır. Yazmayanlara da sualım. Nəsə düşünmüsünüz bu sual haqqında? Yəni necə bir fikriniz oldu? Necə yazmaq olardı? Deyirəm Əkbər.
Müəllim, mənim əslində ağlıma gəlmişdi. Mhm. Birinci biz massivdəki ən böyük ədədi tapmalıyıq, maksini. Aha. Ondan sonra həmin o maksini çıxartmalıyıq oradan. Elə bil ki, məsələn deyə bilərik ki, A-yı bərabər deyilsə maksiyə. Yəni artıq kodumuzda maksi olmalı deyil, başqa bir dəyişən əlavə eləyəcəyik. Məsələn, maksi 2. Həmin o maksi 2 dəyişənini də o birisi massivdən tapacağıq. Yəni 2 massiv əldə eləyəcəyik də. Okey. Düzgün yanaşmadır və bununla yazmaq olardı həqiqətən də. Sadəcə biraz Software öyrənmişəm. ay sağ ol. Mən də onu demək Software. istəyirdim. Sonra N0, N2 ilə. Cavidan düz deyir. Bu daha rahat yoldur Əkbər. Sən sortlayanda ədədlərin kiçikdən böyüyə doğru sıralanır, düzdür? Səndə ən axırda duran elementin ən böyük elementi olur. Bəs ondan əvvəlki nə olur? Ən böyük ikinci element. Demək ki, hər ikisinin indeksini bilirik. Onda biz AM-1 ilə AM-2-nin cəmini tapsaq, bizə ən böyük ədədin cəmini verəcək. Sən dediyin maksindən tapmaq üsulu, bax, onları qarışdırma. Biz iki üsulla maksini tapmağı öyrəndik, düzdür? Biri sortla, biri isə forla. Forla nə vaxt tapırıq? Əgər bizə massivdəki sıra önəmlidirsə, məsələn, yadınızda burada bir suala baxmışdıq. Massivdəki sıra önəmli idi. Məsələn, deyirdi massivdəki ən böyük ədədlə ən başdakı elementin yerini swap eləyin, dəyişdirin. Onda artıq sıra bizə önəmli idi. Amma burada mənə sıra önəmli deyil axı. Məndən stabil olaraq soruşur ki, ən böyük iki ədədin cəmini tapın. Onda mən nə edə bilərəm? Sortlayım. Mənə sırası önəmli deyil, sadəcə ən böyük ədəd lazımdır. Sortlayım və ya hər ikisi ən böyük iki ədədin cəmini tapım. Yəni kodumda yazaq. Aydın oldu ideya necə bir şey olacaq. Bəli. Yəni bax sortladıq. Biz nə demişik? Ən böyük ədəd hansıdır? A(n-1). Mən onda A(n-1)-i baxdımsa, qaldı A(n-2). Mən deməli bu ikisinin cəmini tapsam, mənə ən böyük iki ədədin cəmini verəcək. Məsələn, baxaq, run eləyək. Online CDB niyə bu qədər gec run eləyir? Müəllim, məncə səhifəni yeniləyin. Məndə də arada olur belə. Düzdür. Qoy yeniləyim. Əvvəllər belə deyildi. Okey. Ops. Səhv şeyi kopyaladım. Onsuz imtahana yaxın sizə compilerda işləməyi öyrədəcəm. Bu da yəni compilerda sadəcə o artıq online olmayacaq, sadəcə kompüterinizdə olan bir proqram kimi olacaq. Çünki canlı olaraq gedəndə də orada yazasınız kodu, online'da yazmayasınız. Ədədlər yap. Hə, okey. Hə, 11 verdim. Tamam, aydın oldu bu sual uşaqlar yazmayanlara. Bəli. Sual yoxdur ki. Cəmil və Muhammed Fatimə. Bəli. Tamam. Muhammed sizdə də aydındır? Bəli. Tamam. Deməli, J sualına baxdıq. Baxmadıqlarınıza görə bilmirəm uşaqlar, yəni hansına baxmısınızsa alınmayıb. Ona görə mənfilərdən gedəcəm. Amma siz hansınasa baxmısınızsa, eləməmişsinizsə birinci onlara baxaq. Tamam? Yəni mən burada bilmirəm hansısa suala baxmısınızmı, alınmayıb demə. Yəni onu mənə deyin əgər baxıb heç bir həll atmamısınızsa. Onda hələlik U-ya girirəm. Yəni məsələn T-də yəqin ki problem var onda. Yəni elə T-sindən baxaq onda. Nə deyirdi T-sində? Buradan bura gəlməli idi. Deyəsən birinci axırda alınan massiv verilir. Aha, sonra isə bu. Okey uşaqlar, baxın. Bax bu sual indi görəsiniz ki, nə qədər asan sualdır əslində. Cavidan sən yazmışdın bunu? Bəli. Okey. Baxın uşaqlar. Bizə nə deyir? Həmişə gördüklərimizdən fərqli bir sual tipi idi ki bu. Hansı ki bizə sonda alınan massiv verilir və bizdən əvvəlki massivini istəyir.
Və deyir ki, bizdə əvvəl hər hansısa bir massiv var, yəni bu massiv. Və bunu çıxışa verməyimizi istəyir. Deyir orada bir ən kiçik element var idi. Məsələn, bunun üçün nədir o element? -2-dir. Deyir ki, hər bir elementinin üstünə bu -2-ni gəliblər və yeni bir massiv yaradıblar. Baxın, hər birinin üstünə -2 gəliblər və bu alınıbdır. Məsələn, 3-ün üstünə gəldi, 1 alındı. 9-un üstünə gəldi, 7. 1-in üstünə gəldi, -1. -2-nin üstünə gəldi, -4. 4-ün üstünə gəldi, 2. 3 ilə də 4-ün üstünə gəlir, bu da 1 və 2 eləyir. İndi siz deyə bilərsiniz ki, bəs mən necə əvvəlki massivi qura bilərəm ki? Əvvəlki massivi uşaqlar bir şeydən biz qura bilərik əslində. Bizə bir ipucu verib ki, mən əvvəlki massiv, məsələn, bu ədəd, yəni məsələn, mən əvvəlki massivi əslində belə yaza bilərəm. 1 üstə gəlsin əvvəlki mini, yəni bu massivin minisi. Üstə gəlsin 7, üstə gəlsin mini məsələn, düzdür, bu da bir ədədimiz olur. Məsələn, o biri -1 üstə gəlsin mini. Yəni, hər birinin üstünə mini gəlib, mən bu əvvəlki massivi əslində qura bilərəm. Bəs məsələ oradadır ki, mən o minini necə tapa bilərəm? Belə bir ipucu verim. Məsələn, sizcə bu massivin də mən minimumuna baxsam, mənə bir şey deyə bilərmi digər massivin minimumu üçün? Nə düşünürsünüz? Yəni, sizcə bu -4 ilə bu -2-nin arasında bir bağlılıq ola bilərmi? Mən Cavidan gözlə, sən yazmışdın ha? Sən yazmışsansa sən gözlə onda. Aha, tamam, bildim sən. Sənin koduna da indi baxarıq. Yazmayanlardan uşaqlar nə fikriniz var? Mən belə görürəm ki, ikinci massivin minimumu birinci massivin 2 qatıdır da. Aha, bəs düzdür. Bəs o niyə elə alınır səncə? Onun açıqlaması var. Düşün bir dənə. Biz burada hər bir... Aha, denə. Ümumiyyətlə ikinci massivin birinci massiv bütün ikinci massivlərin üstünə 2 gələndə alınır. Okey, onu bildim. O Yəni- çünki buradan gəlibdi. Buradakı element buydu. Amma mən indi o 2-ni axtarıram. Bəs o 2-ni necə tapa bilərəm? Mən biraz fikirləşim. Mən burada elə bil hamısı birinci massivdən elə bil 2 çıxanda elə bunlar alınır. Okey, onsa üçdən iki. sual odur. Amma bizə birinci bu massiv verilir. Yəni mən bu massivdən bu massivə qaytarmalıyam. Üstünə 2 gələcək də məndə. Sən nə biləsən ki, üstünə 2 gəlməlisən? Bəlkə gələn səfər 3 gəlməlisən? Sənin bəlkə əvvəlki massivindəki minimum 3 idi. Baxın uşaqlar bir dənə. Bir şey də yazdım. Müəllim, elə bil ki, hər bir ədədin üstünə əvvəlkinin minimumu qədər gəlməliyik. Hər bir ədədin üstünə. Yəni Okey, minimumun onu bildim. abidəsi. Okey, yəni Tərs. düzdür, elədir. Amma sən əvvəlki bəs minimumu tapmaqda elə problem var. Yəni əslində burada niyə çıx-2 eləmişik? Çünki yəni yenə də toplamadı sualda əslində. Çünki mənfi olduğu üçün əslində çıx-2 görsənir. Bir dənə buna baxın görün. Burada nə görəsiniz? Yəni burada bir şey görsənir ki, siz o 2-ni əslində bu şeydən tapa bilərsiniz. Baxın uşaqlar, hər birindən 2 çıxmışam mən. Yəni bu əslində toplamadı, düzdür, 3-ün üstünə -2 gəlmişəm. Sadəcə çıx ona görə görsənir. Yəni məqsəd budur ki, əvvəldə belə bir massivim olub və hamısının üstünə bu massivdəki minimumu gəlmişəm. Bu da -2 də hal-hazırda. Mən deməli -2-nin üstünə də -2 gəlirəm. Yəni minimumun üstünə yenə bir minimum gəlirəm. Onda nə olmuş olur bu? 2 minimum olmuş olur, düzdür? Deməli 2 minimum, yəni 2 vurulsun minimum nəyə bərabər olmuş olur? -4-ə. Mən deməli -4-ü 2-yə bölüb minimumu tapa bilərəmmi əvvəlki massivin? Tapa bilərəm. Və o nə olmuş olur? -2. Artıq mən bunu bilirəm ki, əvvəlki massivin minimumu -2-dir. Demək ki, mən hər birindən üstünə -2 gəlib belə bir şey almışam. Demək, indiki məqsədim nədir? Hər bir elementimdən -2 çıxaraq onu qurmalıyam.
Aydın oldu uşaqlar, məntiq hardan gəldi? Yəni mən əvvəlki massivimdəki minimumun üstünə də elə minimum gəlmişəm. Demək məndə 2 dənə minimum yaranıb da. Mən artıq oradan tapa bilərəm. Yəni adi riyazi bir şey olur. Yəni düşün, mən əslində bunu bilmirəm. Yəni buna mini adı verirəm. Mininin üstünə yenə nə gəlirəm? Mini. Və sonda bilirəm ki, bu -4-ə bərabər olubdu. -4-də bərabər olmanı hardan çıxardıram? Belə düşünün. Mən hamısının üstünə -2 gəlmişəm. Mən hamısının üstünə -2 gələndən sonra mənim yeni massivimdəki ən minimum element hansı olacaq? Elə min üstəgəl min olacaq, düzdür? Ən kiçik çünki odur. Ən kiçik dəyişimi orada eləyirəm mən. Halbuki məsələn burada 9 var, 9-un üstünə -2 gəlirəm. Amma bir də var ki, -2-nin üstünə -2 gəlim. Yəni biraz daha az dəyişim eləyirəm. Yəni mənim ədədim onsuz da kiçikdir. Mən onun üstünə yenə mini bir şey gəlirəm. Demək ki, elə həmin mənim yeni massivimdə yaranan minimum element elə o 2 dənə minimum elementin cəmi imiş. Bunu başa düşdük, niyə elə bu -4-ün üzərindən getdik? Yəni bunu niyə -4-ə bərabərlədik? Yəni məsələn niyə 2-yə yox -4? Bəli. Ondan sonra da artıq əvvəlki massivin minisini tapmaq asan da oldu. Və minisini tapandan sonra da eyni ilə bu dediyimiz şey gəldi, yazdıq bura. İndi nə suallar var? Verin gəlsin. Hər hansısa bir şey. Benim indi burada AI üstəgəl mini, AI üstəgəl 2 mini eləyəcək. Ay üstəgəl mini. Üstəgəl mini yoxdur. Aşağıdakılara görə də. Aha, yəni ay artıq çıx eləyəcəyik də, çünki biz topluq Bəli. gəlmişik. Bunlar çıx olmalıdır. Yəni kodunu yazaq bir dənə, ondan sonra yenə sual olsa deyərsiniz. Deməli, bizim bir dənə massivimiz var. Biz necə bir bərabərsizlik tapdıq? Dedik 2 vurulsun mini, amma bu mini Salam Murad. Test sualına baxırıq. İndi başlamışıq. Sən yenə də indi əvvəlcədən üstündən keçsəm sualına. Salam müəllim. Salam. Okey. Deməli nə dedik uşaqlar? Bizə belə bir şey yarandı ki, 2 vurulsun mini, amma əvvəlki massivin minimumu bərabər olacaq mənim yeni massivimdəki miniyə. Düzdür? Deməli mənim ilkin hədəfim nədir? Yeni massivdəki minini tapmaq. Ədədləri daxil elədim. Yeni massivdəki minini tapmaq üçün Müəllim, mən eşitmirəm. uşaqlar, Heç nə eşitmirəm. siz eşidirsiniz? Bəli. Bəlkə mən notebook restart edeyim. Okey, elə əgər səsimi eşitmirsənsə qoy yazım. Okey. Sizdə bir problem yoxdur uşaqlar, düzdür? Aydın gəlir. Məndə də bayaq elə idi, ora keçdi. Tamam, amma indi hamıda aydındır, düzdür? Bəli. Okey. Hə, deməli biz belə bir bərabərsizlik aldıq. İndi bax Əkbər, bax elə bayaqki şey gəlir. İndi mən sortlasam bir problem yaranacaq mənə. Yerləri dəyişəcək. Amma mənə o yer lazımdır ki, mən eyni ilə məsələn bu birdən -2 çıxım ki 3 alınsın. Ona görə yenə sortlamayacağıq. Forla tapacağıq bu minini. Məsələn miniyə dedim A0 olsun. Gedirəm forla baxmağa. Nə deyəcəyik? Mini bərabər olsun minimum mini ilə AI. Artıq minimum elementi tapdım. Deməli mən əvvəlki massivin minisini tapmaq üçün nə etməliyəm? Buna görə. İndiki massivin minimumun 2-yə bölməliyəm, düzdür uşaqlar? Böldüm. Sadəcə indi gedib forda baxacam hər bir elementə. Bayaq bunu üstünə gəlib almışıq. İndi isə nə etməliyəm? Çıxıb almalıyam. Ona görə A-yı çıxılsın, minini də çıxışa verəcəm. Gəl məsələn run eləyək.
Salam müəllim. Salam. Səsini bağladım müraciət etdiniz. Qoy. Ops, bir saniyə uşaqlar. Bu şeylərə fikir verməyin, yuxarıda olanlara. Onlar mənim öz şeyimdən qalanlardır. Okay. Ops, bu niyə error verir? Bugün hər şey error verir, anlamıyorum. Aha uşaqlar. Neynədir bax? Gəlin bir dənə minimumda çıxışa verək, görək nə tapıbdı. Minini də verək, elə minimumu da verək. Minimum mənim əvvəlki massivimdəki minimumdur. Bunları qarışdırmayaq. Bura bir dənə endline də qoyaq. Niyə error verdi? Aha uşaqlar, baxın. İndiki massivimin minimumu nədir? -4-dür. Düzdür? Bu 2 dənə əvvəlki massivin minisindən alındığı üçün neynəmişəm? Bunu 2-yə bölmüşəm. Demək ki, tapdım ki, əvvəlki massivimdəki minimum element -2 imiş. Onda mən hər bir elementimdən bu minimumu çıxmalıyam. Çıxdım, nə alındı? 3, 9, 1, -2. Eyni ilə buradakı massiv. Aydın oldu uşaqlar test sualı. Bəli. Digər uşaqlar. Başa düşdüm mən. Bəli, müəllim. Əkbər, sənə də aydındır. Bəli müəllim. Tamam. T sualı belə. U sualı. U sualında bunlar nə deyir? Baxın. Okey, bir dənə Murad, sənə də tez deyim ki, test sualında həlli sən olmayan vaxt nə idi? Ümumən bir dənə burada massiv verilirdi bizə. Həmişə verdiyi suallardan tərsinə bir məntiq idi. Sonda alınan massiv verirdi. Bizdən istəyirdi ki, ən əvvəldəki massivi quraq. Və bu massiv necə olubdu? Məsələn, ən əvvəldə belə bir massivimiz olubdu. Buradan bu massivdəki minimum elementi tapıblar. Məsələn, -2. Və hər bir elementin üstünə -2 gəlib belə bir massiv alıblar. Bizə də sonda alınan massiv veribdi. İndi deyir ki, bundan buna gətir. Yəni, ən əvvəldəki massivi tap. Biz də belə bir şey dedik ki, əgər hər bir elementin üstünə minimum element gəlinirsə, onda mənim axırda olan bu massivimin elə minimum elementini, yəni -2-nin üstünə də mən -2 gələcəm deyə, məsələn, -2 olsun məndə mini adlı bir şey, mininin üstünə mini gəlib, mən nəyəsə bərabər olduğunu bilsəm, bu minini tapa biləcəm 2-yə bölüb. Və bu x-də nə olur? Bu x mənim bu indiki massivin ən minimum elementinə bərabər olur. Niyə? Çünki mən əgər buradakı hər şeyin üstünə minimum gəlmişəmsə, deməli, təzə massivimdəki mini bu -2-nin üstünə -2 gəlinəndə alınan mini olacaq. Çünki o kiçik bir dəyişim görsədim. Onsuz da ədəd kiçik idi. Və o kiçik ədədin üstünə mən zaten bir dənə kiçik şey gəlmişəm. O necə hansısa massivdə minimum element olmaya bilər. Ona görə dedik ki, yeni massivin minimumuna bərabər olur bu. Yəni -4-ə. -4-ə bərabər olduğunu da bilsəm, ən əvvəldəki massivdəki minini -4/2 olaraq tapa bilərəm. Və bunu tapandan sonra da bunu üstə gələ eləyib almışamsa, indi isə hər birindən -2-ni çıxıb alacam
Bizdə ən əvvəldə olan massivi. Tamam. İndi YouTube-dakı videodan da baxarsan daha dəqiq. Amma qısaca indi belə oldu, tamam. Bəli. U sualı Müəllim, denə. U-dan sonra C sualını başa sala bilərsiniz. C bu. C, elə bu C. Aha, tamam. K-nın yanında, K-nın yanında. Bu. Hə, bu. Okay. Bəli. Okay, deyirəm. U sualı uşaqlar. U sualına bəs nə deyirdi? Deyir ki, hər bir elementə indi isə massivin ən böyük elementi əlavə eləyiblər və ən kiçik elementində çıxıblar. Gəlin baxaq görə necə bir şey olubdu. Düz başlaydım sualın şərti. Mənim ən böyüyün çıxıb ən kiçiyini gələ bilər. Deyəsən. Yo, ən böyüyün gəliblər, ən kiçiyini çıxıblar. Okay, gəlin bir dənə yoxlayaq. Bu massivin ən böyük elementi nədir uşaqlar? 5. Ən kiçiyi nədir? -4. Mən məsələn, üstə gəl 5, çıx 4 eləsəm, hər bir nə qədər dəyişəcək? Məsələn, x-in üstünə 5 gəlib, -4-ü çıxsam, ondan olmuş olur. X plus 9 olur, düzdür? Bir dəfə. Yəni, bu çıxlar plus olacaq da. Deməli, hər bir element 9 vayda artırsa, məsələn, bu nə olmuş olur? 7, bu nə olmuş olur? 5, bu nə olmuş olur? 14. Aha, elə biz dediyimiz kimiymiş. 9, 7, 5 və 8. İndi isə belə bir şey alınıbdır. Yəni, hər bir elementin üstünə max, çıx, mini fərqin gəlmişik. Bu suala ideyanız nədir uşaqlar? Yəni, neyniyə bilərik? Yazıb hər hansısa biriniz bu sualı. Muhammed Cavidən yazıb. Müəllim. Okay, sən onda yenə gözlə, digərləri də fikrindəsin, tamam. Aha, uşaqlar, digərləri nəsə bir fikriniz var. Bayaqki sualına əlaqələndirə bilərsiniz. Sizcə necə bir şey eləmək olar? 2-3 dəqiqə düşünün. Məsələn, yenə bax, bu ikisini əlaqələndirə bilərsiniz. Sizə ipucunu verdim. Yəni, yox, 14 ilə 7-nin yox da, 14 ilə 5-i. Yəni, yenə bu massivin ən böyüyündən ən kiçik elementin. Baxın, görün, sizə o nə verəcək. Bu sual, onu deyim ki, digərindən daha asandır uşaqlar. Heç kimin bir fikri yoxdur uşaqlar. Hər hansısa bir fikir uşaqlar, səhv fikir deməklə qorxmayın. Aha, denə. If eləyiriksə, sim əgər n-dən böyüksə, kodu dayandırırıq. Sonra for dövrünü açırıq. Məsələn, for dövrünü qururuq. BI, if də əgər n bərabər olsa 0-a, return 0 edək. Bəs sən əvvəlki massivi necə qurdun? On baş mənim. Yəni, bu nəyə əsasən siyahut eləyəsən? Okey, Cavidan, sən de görək necə eləmək olar? Nə zaman? Yəni, sən yazmışsan da bu sualı. Bəli. Hə, tamam. Yəni, kodunu oxumadan, sadəcə ideya olaraq səncə necə bir şey deyə bilərik? Yəni, ideya hardan gəlir səncə bu kodun həlli? Yəni, mən kodu necə yazdığının önəmli deyil, əsas o ideyanı deyirəm. Yəni, məsələn, bayaqki sual kimi ki, bayaq mən nə dedim? 2 dənə mininin cəmi təzə massivi minisinə bərabərdir. Bəs indi necə bir şey demək olar ki, tapa bilək? Yəni, mən burada bir dənə dəyişən verməliyik. Dəyişəndə maksimum,
Yəni maksimumdan minimuma ilk olaraq tapırıq. Sonra da maksimum çıx miniyə bərabər olur dəyişən. Sonra da dəyişəni hər massivdən çıxmalıyıq. Bəs niyə elə olur? Yəni niyə maksla minini çıxırsan hər dəfəsində? Yəni o səbəbi var səncə? Yəni onu düşünməmişəm. Bəs necə gəlir bir Bəli, də? bəs məsələn max adı, çıxdım minimum adı sabit bir ədəd alındı. Aha. Məsələn, buna hansısa bir BM əlavə etdim. Yenə də olduğu kimi qalır da, yəni Ay sağ ol. Bax bunu istəyirdim. sabit bir ədəd oldu. Ay sağ ol, bunu istəyirdim. Müəllim, mən də fikirləşirəm. Tamam, fikirləş. Cəmil, yəni kodu yazmadan sadəcə bir ideyanı düzgün dedi, yəni. Yəni əsas olaraq o koddan qabaq ideyanı tapmaqdır. Yəni ideya tapandan sonra kod zaten çox asandır yazmaq. Yəni bir dənə düşünək də, yəni bu max çıx mini. Yəni mən belə bir şey deyim də uşaqlar. Məsələn, mənim əvvəlki massivimdə max da var idi, mini də var idi, düzdür? Mən əvvəlki massivdə hər birinin üstünə eyni bir ədədi gəlmişəm, düzdür? Yəni həmin massivin maxının üstünə eyni ədədi gəlmişəm, mininin üstünə eyni ədədi gəlmişəm. Demək ki, mənim maksimum da eyni qədər dəyişibdir. Minim də eyni qədər dəyişib. Onda bunların fərqi sizcə dəyişəcəkmi? Yoxsa eyni sabit ədəd mi qalacaq? Eyni sabit ədəd qalacaq da. Düşünün bir dənə məsələn. Gəl riyazi olaraq baxaq məsələn. Əvvəlki bir dənə max ədədim var idi. 5 olsa. Aha. Bax məsələn, bir dənə maksimum ədədim var idi. Dəyişməyəcək. Necə? Yəni desək məsələn həm maksimuma, həm də minimuma 5 gələk, yenə də fərqləri dəyişməyəcək. Aha, onu demək istəyirəm. Çünki üstə yəni. Aha. Yəni baxın uşaqlar, məsələn, maksimum üstəgəl x dedim. Məsələn, təzə bir şey gəlmişəm də. Mən riyazi olaraq göstərirəm. Məsələn, bu bir ədədim oldu. Minin üstünə məsələn x-i gəlirəm. İndi bu mötərizəni açsam nə olacaq? Max üstəgəl x çıxılsın mini çıxılsın x. Düzdür? Bu x-lər gedirmi? Nə qaldı yenə? Max çıxılsın mini. Demək, buradan belə bir nəticə alıram ki, mən yeni massivimdəki maksimumla minimum tapsam və bu ikisinin fərqini tapsam, mən nəyi almış olacam? Elə əvvəlki o 9-u almış olacam. Yəni 14 çıxılsın 5, həmin 9-u verdi. Maksimum minimumda yenə dəyişmir uşaqlar. Yəni çünki yəni bu massivdə də max çıx min eləmişiksə, bunda da yenə max çıx min eləyəcəyik bu səbəbə görə. Və ona görə 9-u tapdım. İndi hər bir ədəddən 9-u çıxıb çıxışa verəcəm. Bunun kodunu yazmayacağam, evdə yazarsınız. Həll aydın olmayan var, fikir aydın olmayan. Müəllim, mən fikri başa düşmürəm. Tamam, bir də yedim. Bax, yenə eyni tipli sualdır. Yenə bizə bu massivi verib. Yox, bu massivi verib və ən əvvəldən belə bir massiv olub ki, bunun üstünə, bunun hər bir elementin üstünə maksimum gəliblər və minini də çıxıblar, minimum elementin. Və belə bir şey alınıbdır və bizə bunu girişdə veribdir. İndi məqsəd odur ki, bu əvvəldəki massivi tapın. Biz də belə bir şey dedik ki, məsələn, mən hər dəfəsində üstəgəl max, çıx mini eləyirəmsə, demək ki, hər bir elementin üstünə max çıxılsın, mini fərqin gələcəm. Onda belə bir şey aydın olur ki, mənim max çıx mini fərqim heç vaxt dəyişməyəcək, sabit bir ədəd olaraq qalacaq. Çünki mən bu şeyi artıq buna da aid eləyə bilərəm. Yəni mən buradakı max çıx minini tapsam, yeni massivimdəki maksimumla minimum fərqin. Bu yenə bu əvvəldəki max çıx miniyə bərabər olacaq. Çünki düşün ki, biz maksimumu hər hansısa bir x ədəd qədər artırdıq və minimumda hər hansısa bir x ədəd qədər artırdıq. Çünki hər bir ədədi x qədər artırırıq. Bu sabit bir ədəddir. Mən onda bu ikisinin fərqini tapsam, mötərizəni açandan sonra max üstəgəl x çıxılsın mini çıx x olur və bu x-lər gedir.
Deməli, buradan belə bir nəticə aydın olur ki, mən hər hansısa bir ədəd qədər dəyişsəm belə, mənim maksimum çıx mini fərqim sabit qalır. Bu dəyişmir. Deməli, mən bunu onda aid eləyə bilərəm ki, yeni massivimdə alınan maksimumla minimumun fərqi əvvəlki massivimdəki maksimumla minimumun fərqinə bərabər olacaq. Artıq mən o fərqi biləndən sonra, məsələn, burada əvvəldəki fərq nə idi? 5 çıxılsın -4. Bu nəyə bərabər olur? 9-a. Hər bir elementdə 9 qədər dəyişib bu alınıbdır. İndi mən demək ki, bu yeni massivimdə max çıx min eləsəm nə verər? 14 çıxılsın 5. 9 verdimi yenə? Tapdım o fərqi. Onda hər bir elementdən 9-u çıxıb ən əvvəldəki massivi almış olacam. Tamam. Müəllim, min yəni ən balaca ədəddir də, bəs Aha. max ən böyüsü. Aha. Başa düşdüm. Əkbər sən nə istəyirdin de. Mənim aydın. Aha, tamam. Bu sualda belə uşaqlar. V ilə W-nu izah eləmirəm. Evdə baxarsınız. Çünki eyni tipli sualın başqa versiyalardır. Hər birini mən izah eləmək istəmirəm. X sualı da ona oxşuyur. Sən hansı sual demişdin? J sualı. J sualında sən gəlməmiş izah elədik. Belə bir şey dedik. Mən massivimdəki ən böyük ədədi 2 üsulla tapa bilirdim. Bir, massivimi sortlayardım və ən sonda duran element, yəni AN çıxılsın 1, mənim maksimum ədədim olurdu. Bəs ondan əvvəlki ədəd nə olmuş olur? Ən böyük ikinci ədəd olmuş olur. Məsələn, sən bunu sortlasan necə bir şey olacaq? 1, 2, 3, 5, 6. Sənin maksimum ədədin hansıdır? Bu 6-dır, düzdür? Bunun indeks olaraq nədir? AN çıxılsın 1. Bəs altdan əvvəlki ədəd nədir? Ən böyük ikinci ədədin. Onda onun indeksi nədir? AN çıxılsın 2. Vəsə, bu iki ədədin cəmini tapıb çıxışa verməliyik. Amma sortlamalıyıq. Müəllim, bəs niyə ən böyük ədəd n-1-dir? Çünki Belə bir AN olmaz. AN deyə bizdə bir indeks yoxdur axı massivdə. Massivdəki ən böyük Sıfırdan indeksimiz başlayır deyə sıfırdan sıfır başlayır deyə, olmalıdır. aha, sıfırdan başlayır deyə n-1 olur. Sən əgər 1-dən nömrələsəydin n olurdu. Amma biz dərs lap əvvəldə massivləri keçəndə nə demişik? Massivdə indekslənmə sıfırdan başlayır. Və ona görə də ən böyük indeksimiz n-1 olur. AN deyə bir şey yoxdur. Sən nə boyda ölçülü bir massiv yaratmısansa, həmin indeksə müraciət edə bilmirsən. Yəni AN isə n deyə bilmirsən. Məsələn, A5 yaratmısansa, A5 çağıra bilmərsən. Başa düşdüm müəllim. Və ən sonda durmağına səbəb odur ki, sortlayanda kiçikdən böyüyə sıralanır deyə ən sonda duran element yəni məcburan ən böyük element olmuş olur. Ona görə də -1 olur. J sualı da belə. R sualı. Burada başqa hansı suala baxmısınız alınmayıbdı? Digər suallara baxanlardan deyirəm. Yəni qalan suallar vaxtınız çatmayıb deyə yazmamısınız, yoxsa hansısa suala baxmısınız, başa düşməmisiniz? Bunu mənə deyin. Çünki ikisinin arasında böyük bir fərq var. Mən V, W və X sualların yaza bilmədim. Okey, amma məncə V ilə Biz eyni tiplilərin. aha, T ilə onu izah elədim, V ilə W-nu, hətta X-i də yaza bilərsiniz. X də təxminən eyni şeyə oxşuyur. X hətta daha asandır aralarında. Müəllim, mən orada bir Müəllim. suala baxmışdım, onu yaza bilmədim. Hansı D? O proqramı atmadım, amma burada baxdım, yaza bilmədim. Okey, hansıdır? O R, S ya da T sualıydı, üçündən biri. Görsədim, bax. Mən buydu bu, R. R'i Okey. yazmağa çalışdım, yaza bilmədim. Okey, indi baxarıq. Murad, sən nə deyirdin? Yəni A-nı yazdım 30 bal göstərir. Mən başa düşə bilmirəm niyə 30 göstərə bilir. Bunu əvvəl atmısan. Mən böyük ehtimalla bu səhvi demişəm sənə. Yəni səhv odur ki, sən birincisi massiv almırsan və sualda da massivsiz bunu həll eləyənmərsən. Sualda belə bir şey istəyir ki, sənə massiv verilir n-dən ədəd olan və sən 2.5-dən kiçik
İlk ədədi tapıb çıxışa verməlisən. Məsələn, burada 2.5-dən kiçik 3 dənə ədəd var. Amma 2.1-i çıxışa veribdir. Çünki ilk görünən ədəd odur. Ona görə həm onun indeksi və həmin ədəd verilməlidir. Əgər 2.5-dən kiçik ədəddə yoxdursa, not found verilməlidir. Və indeksləmədə 1-dən başlayır. Bunu da nəzərə almalıyıq. Yəni kodda belə bir şey olur. Məsələn, Əkbərin kodundan baxaq. Baxır ki, Əkbər birinci massivində 2.5-dən kiçik hər hansısa bir element varmı? Sayını artırır. Əgər sayı sıfırsa, demək ki, belə bir ədəd yoxdur. Ona görə cout-a not found verir və kodu dayandırır. Əks halda gedir baxmağa. Əgər A-yı 2.5-dən kiçiksə, çıxışa verir və break eləyir. Çünki bizə ilk olan lazım idi və burada da kod dayanır. R sualı. R sualları nədir? Deyir ki, digər elementlərin yerini dəyişmədən minimumları ən əvvəl atmaq lazımdır. Yəni, məsələn, burada belə bir massivimiz var. 2 dənə minimum var. -7 ilə -7. Yəni, minimum ədəd -7-dir. Və ondan 2 dənə var. Onların hər ikisini başda yazıbdır. Və qalanların da sırası dəyişməyibdir. İndi necə bir şey eləyə bilərik uşaqlar? Yəni, hər hansısa bir şey, yəni, baxın, mən sizə əgər deyirəmsə necə bir şey eləyə bilərik. Səhv həldə deyə bilərsiniz. Sadəcə bir ideya deyin ki, o düşünmə tərziniz inkişaf eləsin zamanla. Yəni, məsələn, nə eləyə bilərik? İlk ağla gələn nədir? Okey. Cavidan, Əkbər, hansınız? Yəni, okey. Əkbər, danış, sən Cavidan. Hamınızı dinləyəcəm fikir olanlar. Danış, Əkbər. Müəllim, məncə massivdə birinci mini bərabərdir A0 yazırıq. Birinci minini tapırıq. Və məncə sayı tapırıq. Yazıram ki, məsələn, if i bərabərdirsə mini, say plus elə. Və mininin sayını tapırıq. Aşağıda da yazırıq ki, məsələn, if say mini böyükdürsə sıfırdan, yəni yox, böyükdürsə birdən, yəni birdən çoxdursa, bütün miniləri proqrama daxil elə. Bəs o bütün miniləri necə çıxışa verərsən? Onu düşünmüsən? Onu ağlıma gəlməyib, amma bu hissəyə qədər gəldi. Okey, onda indi mən sənə ipucu verim, sən indi onu fikirləşməyə davam elə. Yəni, məsələn, düşün ki, biz tutaq ki, 3 dənə şeyi əlimizdən cout eləyə bilərik, düzdür? Məsələn, cout 1-i sən 3 dənə əlindən cout eləyə bilirsən. Bəs 100-dən olsa sən onu necə eləyərsən? 1000-dən olsa necə eləyərsən? O eyni bir prosesdir. O proses eynidirsə biz nədən istifadə eləməliyik? Bunu düşün, qaydacam təzən sənə. Aha, Cavidan, səni dinləyirəm. Mənim də ağlıma belə bir şey gəldi ki, ilk öncə minini tapaq. Sonra da çıxışa verdikdə minini çıxışa verək, sonra da qalan ailələri. Bəs neçə dənə mini verəcəyini necə eləyəsən, yəni? Məsələn, burada 2 dənə verib. Beləcək, while-da a-yı bərabər, yox. Belə düşün, while-da a-yı bərabərsə miniyə ilk öncə miniləri vermək, sonra da ailələri. Okey. Deyəsən, olur. Səhv olmur əslində. Qoy bir dənə düşünüm. Okey, səhv olmur əslində. Sırf əgər miniləri verirsənsə düzdür. Okey, düz həldir. Yəni, alınır. Digərlərinin nəsə bir fikri var? Yəni, mən biraz səsi düzgündür. Yox, əslən düzdür, yəni dediyin şey düzdür. Sadəcə sən əsas minini tapırsansa, sonra gedib bir forda sadəcə miniləri yoxlaya bilərsən. Yəni baxarsan ki, sənin ayın miniyə bərabərdirsə, onda onları çıxışa verim ilk başda, digərlərini verməyim. Sonra bir dənə də forla gedərsən təzdən. Onda deyərsən ki, miniyə bərabər deyilsə çıxışa ver. Tamam, və belə düz olacaq. Tamam, ümumi halı belə olar sənin koduna. Əkbər, sənə qaydanda. Nəsə gəldi ağlına dediyim şeydən. Denə. Bəli, müəllim, gəldi. Say bərabərdir mini yaza bilərik if-də. Say bərabər mini. Axı biri sənin minimum elementinin sayını bildirir, biri isə minimum elementin özüdür zaten. O sənə nə verər? Dediyin şey düz idi bu arada. Yəni sayı tapırıq. Okey, bir həldə odur.
sayı tapırıq, düzdür. Və məsələn, bax, burada 2 dənə minimum element var. Neçədən çıxışa verib minimum elementi? İkisini də verib də, düzdür? Onda sən belə bir şey eləsən ki, for int i 0, i saya qədər getsin və hər dəfəsində Cout-a mini versin. Bax, dediyim şey buna gəlirdi. Yəni, məsələn, bayaq nə dedim mən? Sən 3 dənə Cout salam eləyə bilərsən, məsələn. Amma bizim nə vaxt ki 1000, 10.000 dənəyə ehtiyacımız olanda biz bunu əlimizdən yaza bilmirdik. Və o zamanla bizim köməyimizə for çatırdı ki, o bir dövrə idi və fırlanırdı. Biz nə əməliyyat desək onu eləyirdi. Mənim indi istədiyim şey nədir? Minimumu çıxışa vermək. Və məqsədim nədir? Say dənə minimumu çıxışa verməliyəm. Onda mənim forum say dəfə Mənim fırlansa... əslində onu deməyə çalışırdım. Sadəcə Hiss ilkdə elədim, necə aha. yazacağımızı bilmədim. Hiss edim, ona görə dedim ki, bəlkə düşünsən tamamlaya bilərsən. Yəni, ideyanı düz idi səndə. Yəni, say dənə fırlansa mənim forum və minini də çıxışa versə kodum düz olacaq. Və qalanlarında adi qayda ilə gedib şey eləyəsən ki, miniyə bərabər deyilsə çıxışa ver. Denən Cavidan. Yəni mən belə olur da, birincisi minimum tapırıq. Minimum bərabər, yəni A-dayı bərabərsə minimuma say artmalıdır. Forda da 0-dan saya qədər minimum çıxışa verməli. Sonra da qalanlarını. Aha. Eyni elə. Yəni düzgün anladım da. Aha. Amma sadəcə o dediyin Müəllim, şeyləri... onda forda, Aha, de. müəllim, onda forda 0-dan saya qədər gedirik. Birinci forun 0-dan saya qədər gedir. Həmin forun sən minimumları verəcək amma çıxışa. Sən bu Bəli. yerdə qalanların vermək üçün adi qayda ilə gedəsən int 0-dan i-nə qədər ayrı fordadır, amma deyəsən ki, miniyə bərabər deyilsə çıxışa ver. Bəli. Tamam? Gəlin bir dənə koduna baxaq. Yəni ikinci forda da n çıx 2-yə qədər olmalı. Yox. Biz sortlamırıq axı. Sənin minin ortada da ola bilər. Ona görə n çıx 2 deyənmərik. Tamam? Ona görə bizə sırası lazımdır. Onu sualda da qeyd edib ki, bax, sıraların dəyişmədən. Digər uşaqlar, həlləki aydındır, necə bir şey dedilər. Yəni, mən də dedim axırında, tamam? Yəni, həll aydındırsa koda keçək. Murad, sənə də aydındır? Bəli. Tamam. Okey, minini tapdıq. İndi gedirəm məsələn, mininin sayına baxmağa. Minini saydım mı? Sayandan sonra birinci form gedəcək 0-dan saya. Deyəcək ki, Cout-a minini ver. İkinci formda gedəcək 0-dan n-ə qədər. Deyəcək Cout-a a-ni ver. Yəni, indi baxaq görək necə bir şey alınır. Niyə çox ədəd verir? Hə, okey. Cout-a a-ni yox. Nəyə verməliyik? Əgər a-i miniyə bərabər deyilsə. Çünki miniləri verdik. Okey, neynədir? Mənfi 7-lər verdi. Sonra gəldi buradan baxmağa. Miniyə bərabər deyilsə, çıxışa verdi. Aydın oldu bu hər uşaqlar? Bəli. Sayını tapmadan da Cavidan, sənin ilk dediyin şey kimi eləyə bilərdik. Əslində bundan daha qısa olur, amma bayaq göstərdiyim üsul sizə başqa suallarda lazım olacaq, ona görə o üsulla dedim. Adi belə eləyə bilərdik uşaqlar. Birinci for yenə 0-dan nə qədər gedərdi. Deyərdim ki, a-i miniyə bərabərdirsə, Cout-a a-ni ver. İkinci form gedəcəkdi. Bu səfər tərsini eləyəcəkdim. Deyəcəkdim ki, əgər a-i miniyə bərabər deyilsə, a-ni ver. Tamam.
Bu da ikinci üsul olacaq saya ehtiyac olmadan. Bu da asan görsənə bilər gözünüzə. Amma say üsulunu bilməyiniz yaxşıdır ki, bəzi suallarda ondan istifadə eləməli olacağıq məcbur. Aydın oldu hər iki həll. Bəli. 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 Qəşəng. Canavar sistemimiz. S sualı. S sualında da eyni şey eləyə bilərsiniz. Sadəcə forların yerləri dəyişəcək sırası. Yəni bayaq birinci minini verirdiksə, indi maksini axırda verəcəyik. Ona görə S sualını da sizə buraxıram. Buradan başqa sual. Xüsusən baxmaq olduğum, yəni yenə də səhvləriniz olsa daha yaxşı olardı ki, baxardıq. Okey, yenə onda bunlar qalsın sizə F tapşırıq olaraq. Bir dəqiqə, neçə sual qalıb burada? Bəzilərinizin ki, hələ çox qalıbdır. Bir saniyə, digər dərsimiz bir dənə kalendara baxım mən. 6-cı gün deyəsən 21-nə. 21-də ona görə dedim. 21-nə düşürmüş 6-cı gün. 6-cı gün dərs. Bilmirəm uşaqlar, böyük ehtimalla yəqin ki olmaz. Yəni mən keçə bilərəm, amma sizi bilmirəm. Yəni uyğun olasınızmı bayram günü, bu biraz şübhəlidir. Yəni bayram günü ancaq mən 20-nə 21-i nəzərdə tuturam. Yəni ondan sonra mənim üçün bayram günü deyil. Tamam, ona görə yəni 3-cü gün dərsimiz ola bilər. Ya da ki sizcə belə bir şey eləyə bilərik. 6-cı gün olmasın, amma bazar gününə salaq. Belə bir şey də eləyə bilərik. Bazar günü olar. Müəllim, əslində məndə 6-cı gündə problem yoxdur. Yəni əgər dərs səhər olsa, yəni Səhər mən olacaq səndə onsuz. gedib olmasam olacaq, yəni alınacaq mənim. Mən bəlkə ola bilsin bazar günü olmadı, çünki biz rayona getdik. Okey, onda belə bir sual verim. 6-cı gün xüsusi bir işiniz olanınız var, yəni səhər saatında, dərsimizin saatında. Deyəsən yoxdur. Mən belə anladım. Yəni yoxdursa onda keçək. Çünki uşaqlar vaxt itirməməliyik. Xeyr, 6-cı gün mənim var. Okey, lap yaxşı. Onda dərsimizdən də geri qalmayaq. Bu arada belə bir şey deyim. Hara gedirsinizsə, əgər xarici ölkə deyilsə, yəni kəndə falan gedirsinizsə, kompüterinizi özünüzdən aparın, xahiş edirəm. Orada yəni sualları işləməyə müəyyən bir vaxtınızı ayırın. Çünki bayramda əgər heç işləməsəniz, çox böyük boşluq olacaq və aprelin ilk həftəsi bəlkə də imtahandır. Tamam, yəni buna hazırlıqlı olun. Ona görə boşluq buraxmaq olmaz uşaqlar. Ona görə Müəllim, azca göstərə bilərsiniz sualları, qorxdum. hansı suallar? Birinci turun keçən kimi. Siz demişsiniz ki, Yadımda əvvəlki yoxdur. illərin birinci turuna baxarıq. Okey. Birinci sırdan qorxmayın o qədər də. Mən sadəcə sizin hamınızın medal ala biləcək kapasitədə olmanızı, çatmağınızı istəyirəm. Ona görə bu qədər şey edirəm. Yəni birinci surəsində görsəniz o qədər çətin olmayacaq. Amma bir dənə gəlin təzə dərsimizi keçək. Ondan sonra dərsin axırında buna vaxt ayıraq. Təzə dərsimiz uşaqlar nədir? Funksiyalardır. Funksiyalar Nədir müəllim? funksiya. Sırf yəni funksiyadır. Yəni dərsin adı funksiya. İndi gözlə danışdıqca aydın olacaq. Uşaqlar, funksiya elə bir şeydir ki, əslində kodumuz funksiyasız da olar. Amma qabaqda elə bir mövzular keçəcəyik ki, funksiya bizim işimizi funksiyalar necə bir şeydir? Bizim işimizi çox rahatlaşdıracaq. 2, kodumuzu qısaldacaq. 3 isə qabaqda keçə biləcəyimiz mövzularda məcbur istifadə ola biləcəyimiz funksiyalar var və ona görə də bunu indidən öyrənirik. Funksiyalar 2 yerə ayrılır. Biri void tipli funksiyalardır. Biri isə return tipli funksiyalardır. Gəlin bir dənə baxaq görək, bəs bunlar nədir? Bura girək. Məsələn, uşaqlar. Mən, məsələn, Siyauta
salam vermək istəyirəmsə, məsələn, düşünün ki, salamı 3 dəfə vermək istəyirəm. Neyniyərəm? 3 dəfə alt-alta salam yazaram, düzdür? Belə. Amma düşünün ki, indi mən bu salamı 20 dəfə verməliyəm. Amma kodun müəyyən bir hissələrində bu 3 dənəsi sıralanmalıdır. Yəni necə bir şey? Düşünün ki, indi kodumuz 7 sətr yox. Məsələn, belə bir kod yazmışıq. Uzun bir kod. Və kodun ortalarında da mənə lazım olan bir şeylər var. Tamam. Və mən bu salamı bir dənə də axırlarda verməliyəm bu üçün. Və indi bunu düşünün ki, biz 10 dəfə, 20 dəfə eləməliyik. Yəni məqsədimiz tutaq ki, budur. Və bunu da hər dəfəsində kodda yazmaq kodu çox qarışıq göstərəcək. Düşünün ki, məsələn, indi mən salamı nümunə olaraq göstərirəm də, indi elə bir şey olacaq ki, həqiqətən siyahut eləmək olasınız. Onun qarşısını almaq üçün bayaqki 3 dənə salamı elə siyahutla yazmağın yerinə funksiya yazacağıq. Məsələn, void f nədir uşaqlar? Bu funksiyanın adını bildirir. Buna istədiyiniz adı qoya bilərsiniz. Yəni, biz necə elementlərə N, A, B, nə bilim, istədiyimiz adı qoyurduq da, düzdür? Fərqi yox idi bunun. Eyni ilə funksiyalara da adını verə bilərsiniz. Yəni, bu hissədə duran bunun neyimidir. Və belə bir mötərizə qoyuruq və eyni ilə bu qabarcığı mötərizəni açırıq. Baxın, eyni ilə int main-in bu hissəsini oxşuyur. Yəni, bu da əslində bir funksiyadır, amma bu əsas bir funksiyadır. Bunu yazdıq. Mən bunun içinə bayaq yazdığım şeyləri yazsam, siyahut salam və bunu 3 dəfə eləsəm, məsələn, 3 dəfə eləmək istəsəm. Bunu yazdım mı? Yazdım. Mən indi int main-ə gəlib f-i çağırsam, yəni siyahuta f versəm, bu mənə necə bir şey verəcək? Gəlin baxaq görək necə bir şey verir. Ops. Baxın, f-i çağırdım və 3 dənə salam yazdı ekrana. Yəni, bayaqki prosesi gör nə qədər qısaltdım mən. Mən indi istədiyim bayaq dediyim şeyləri artıq rahatlıqla eləyə bilərəm. Məsələn, mən ortada da bir şey verə bilərəm çıxışa. Bu f-i yenə gəlib burada verə bilərəm. Artıq mən f-i çağıranda o avtomatik olaraq ekrana 3 dənə salam verəcək. Baxın, f özü, çünki siyahutu var və gəlin kod necə işləyib, buna bir saniyə belə izah edeyim. Baxın, kod gəlir, buranı birinci saymadan düşür int main-ə. Int main-də bu adam nə görür? F görür. F-i gördü mü? Gəlir bura, f-in olduğu yerə. F-in içində nə yazılıb? Siyahutlar. Yazılıb mı? Eyni ilə bu siyahutu gəldi çıxışa verdi. Yəni, ən əsas məqsədi birinci buna baxmadan, yəni siz deyirsiniz ki, niyə başlayan kimi siyahuta salam vermir? Axı, kod üzü aşağı belə oxuyur. Yəni, bu ortada nə yazsaq, using namespace ilə int main-in arasında. O birinci buranı boş verir, gəlir int main-in içinə, buradakı nəyisə görür, yəni adın, məsələn, görür ki, funksiya çağırmışam mən. Ona görə avtomatik gəlir bura və bunları çıxışa verir. Hələ ki, bura qədər bir sual olan var? Okey. Bu belə. İndi, amma bizə məsələn lazım ola bilər ki, mən məsələn bir dəfə tutaq ki, bunu çıxışa vermək istədim. Məsələn, bir dəfə kodumda bir dəfə salam vermək istədim çıxışa. Salam nümunə olaraq deyirəm aşağıda. Biraz məntiqsiz gələ bilər, sadəcə rahat olsun deyə. Məsələn, bir dəfə 2 dəfə vermək istədim. Bir dəfə 3 dəfə. Məsələn, bayaqki prosesə gəlirik. Məsələn, Əkbər sənə nə dedim? Məsələn, bayaq biz say dəfə çıxışa vermək istəyirdik, düzdür? Və onu forna elədim mən. Onda mən məsələn belə bir şey desəm hələ ki, ll m5 desəm
və for int 0 in i++ cout salam endline desəm, sizcə f-i çağıranda nə görəcəm ekranda? Yəni run eləsəm bunu. 5 dənə salam. Aha, digərlərinə 5 dəfə sal. bəlkə error verəcək uşaqlar. Dəqiq fikirləş. Mən error verməli deyil, çünki 0-dan 5-əcən necə salam verir? Error Müəllim, verməli 5 dənə yoxsa- salam. 5 dənə salam. Okey uşaqlar, 5 dənə salam verəcək. i bərabərdir. Aha, düzdür. Sadəcə çaşdırmaq istəyirəm. Gördüm çaşmırsınız. Da əlimi üzdüm. N bərabərdir 5 və 0-dan 5-ə qədər getdi, salamı verdi. Əgər indi mən bayaq dediyim kimi bir dəfə vermək istədim. Digərində 2 dəfə, digərində 3 dəfə. Yəni stabil olaraq 5 vermək istəmədimsə, belə bir şey eləyəcəyik uşaqlar. Gəlib bunun içinə el yazacağıq. Və bu necə bir şey olacaq? Baxın, bizim bu günə qədər öyrəndiyimiz funksiya kimi bir şeylər nə var idi? Max AB funksiyası var idi məsələn. Max AB-nin içinə mən 2 dənə dəyər yazırdım, düzdür? Və o 2 dənə dəyərə əsasən mənə bir qiymət verirdi. İndi isə bunu elə bir şey düşünün. Mən indi f-in içinə 5 yazsam, o avtomatik olaraq bir saniyə. O avtomatik olaraq gələcək, f-in içində 5 var. Gələcək bura. Baxın, bunun dəyəri nə oldu? Bu artıq başa düşdü ki, n-i bunun 5-ə bərabərdir. Ona görə n-in içinə 5 yazacaq və 5 dənə salam verəcək. Baxaq. Mən indi bunun Müəllim, içinə... bir növ riyaziyyatdakı funksiya kimi bir şeydir. Yəni, aha, demək olar. Hətta bax, burada indi bir dənə sual görəcəyik ki, riyaziyyatdakı funksiya sualına oxşuyur. İndi məsələn, mən uşaqlar 2 dənə yazsam, bura nə verəcək? F-in içinə 2 yazsam. 2 dənə salam. 2 dənə salam verəcək, düzdür? 2 dərs 2 dənə salam. Okey. Baxın, bunlar hələ ki void tipli funksiyalardır. Bəs mən dərsin başında dedim ki, 2 tip funksiyalar var idi. Bəs o biri funksiya nədir? Bir saniyə, harada yazmışdım o? Baxın uşaqlar. Void ilə return tipli funksiyaların fərqini belə başa salacağam. Biz 2 dənə şey öyrənmişdik. Məsələn, öyrəndiyimiz funksiya kimi şeylər var idi. Sort var idi. Reverse var idi. Max var idi. Mini var idi. Məsələn, sqrt var idi. Başqa da bir şey yox idi. Düzdür? Hələ ki, yəni ağlıma gələn bunlar. Bırıtı mən. Aha, Abası. cıbırıq da var idi, düzdür. Abısı. Abası da var idi, düzdür. Başqa... Hələ ki, bunlar bəsdir. Əsas demək istədiyim nədir? Sortla nə var idi? Mən swap. Hə, swap da var idi, düzdür uşaqlar. Ay sağ. Hə, bax onu demək istirdim elə. Baxın uşaqlar. Bunların... Reverse. Hayır. Hə, var. Okey. Bunların bax bu indi yazdıqlarımızdan 3-ü void tipli funksiyalara aiddir. Digərləri isə return tipli funksiyalara aiddir. Fərqi nədir uşaqlar? Baxın, mən belə bir şey yazdığımızı görmüsünüz məsələn. A bərabər olsun sort A plus n-ə. Belə bir şey yazdığımızı görmüsünüz, sortu nəyəsə bərabər eləməyimizi. Amma belə bir şey görmüşük, düzdür? A bərabər olsun məsələn, maksimum B-dən C-yə. Bəli. Düzdür? Baxın, 2 dənə funksiya fərqin buradan görürük ki, swap'dir, sortdur, reverse'dir. Bunlar sadəcə içəridə bir şeyləri dəyişdirir və mən nəyimisə ona bərabər eləyə bilmirəm, amma bu tipli funksiyalarda bərabər eləyə bilirəm. Digər isə onda return tipli funksiyalar necə bir şeydir? F qalır yenə, bu struktur qalır. Bayaqki void'in yerinə, bax belə düşünün də elə, belə yadda saxlaya bilərsiniz. Void boşluq deməkdir. O da elə bir ki, boş kimi bir şeydir, yəni ancaq necə bir şey deyim? Baxın, indi biləcəyik. Bu return tipli funksiyalar isə qabağına ll, double, int,
Bunları yaza bilirik. Bu nə bildirir? Mən indi burada nə isə return eləyəcəm. Baxın. Məsələn, bunun içinə 2 dənə dəyər yazıram. LL A B. Belə bir şey çağıracam. F A B. Və burada da return indi niyə deyirik buna? Biz burada kodumuzun sonunda return 0 falan yazırdıq normalda. Bu da return həmin return'dür. Amma məsələn bu səfər mən tutaq ki bu ikisinin cəmini tapmaq istəyirəmsə, deyəcəm return A plus B. İndi mən gəlib bura 5-6 desəm, baxın bu səfər mən F5-6-nı yazsam sadəcə, run eləsəm ekranda heç nə görməyəcəm uşaqlar. Səbəbi odur ki, burada mən cout eləmirəm, return eləyirəm. Yəni necə ki, max'ı mən max AB yazanda çıxışa nəsə verir? Yox. Mən cout max AB-ni versəm onda verər çıxışa. Eynilə bu da elədir. Mən indi cout-a F5-6-nı versəm nə verəcək? 11 verəcək. Düzdür? 11. Bayaq elədiyimiz proses eyni şey olacaq. 5 gəlib A-ya 5 verəcək dəyər olaraq, 6 dəyər olaraq bunu verəcək və bu ikisinin cəmində çıxışa verəcək. Başda yazdığımızın bəs deyirsiniz ki, LL double olmağı niyə dəyişir? İndi dinləyəcəm Əkbər səni. Ona görə dəyişir ki, siz əgər return-ə long bir şey qaytarasınızsa, onda LL yazırıq. Double bir şey qaytarırsınızsa, onda double-la yazacağıq funksiyanın başında. Və içəridəki ədədlərdə siz necə tipli ədədlər atırsınızsa, qabağına sadəcə onu yazacağıq. İndi denən Əkbər. Mən bir sual soruşa bilərəm. Soruşa bilərsən, niyə soruşmursun? Burada mən bir dənə biraz qəribə oldu. Məsələn, biz AB-yə qiymət verməsək, AB-ni outputda versək, bu kod işləyəcək? Output, yəni belə bir şey. Yox, yəni bu funksiya vasitəsilə biz yəni AB-yə hər hansı bir qiymət vermədən onu outputda verərək tapa bilərik. Yox. Çünki sən bunun içinə dəyər yazmadan tapa bilmərsən. Səbəbi odur ki, sən əgər buna boşluq qoysan, bu A-la B-yə heç nə verməyəcək. Və sən isə yazmısan ki, mənim funksiyamın tipli belədir. Funksiyadır və içində 2 dənə dəyər olmalıdır. Sən belə bir şey deyim də ondan nümunə olaraq. Məsələn, max 5 deyə bilirsən və yaxud da max boşluq. Xeyr. Xeyr, 2 dənə dəyər yazmalısan, düzdür? Məsələn, indi mən də bura 2 dənə dəyər yazmışamsa, bu da ona görə 2 dənə dəyər yazmalıyıq. İndi baxın, max funksiyasının sizə, məsələn, bu cout max AB funksiyası haradan gəlir? Gəlin onu yazaq. Özümüzdən maksimum funksiyasını yazacağıq. Məsələn, adını qoyuram ki, belə bir şey yazıram, maksimum. Mənim yeni maksimum funksiyam belədir. 2 dənə dəyər atırıq bizdə. Mən belə bir şey deyəcəm. Əgər A B-dən böyükdürsə, onda A daha maksimumdur, düzdür? Return-ı A ilə. Əks halda return-ı B ilə. Yəni çünki maksimum olmuş olacaq. İndi cout-a max yox, bu dəfə maksimum verirəm. Run eləyirəm. Gəlin görək nə verəcək. A B yox bu arada. Məsələn, nə olsun? 1 7 olsun. Nə verdi? 7 verdi. Yəni əslində bizim bu günə qədər öyrəndiyimiz maxdır, minidir, minimumdur, ABS-dir məsələn. Bunların hamısının uşaqlar arxada yazılan bir kodu var. Məsələn, niyə biz include, CMS falan yazanda SQRT-dir falan hamısını istifadə eləyə bilirik? Əslində o kitabxananın içində bu tipli funksiyalar var arxada. Biz görmürük sadəcə onu. Və o yazılıbdır. Biz onu sadəcə max yazanda, məsələn mən bura ad qoydum da, düzdür? Onlar da o kodu yazanda max adı qoyublar və ona əsasən o kod işləyir. Murad əlini qaldırmısan, denən sualını görməmişəm. Müəllim, orada niyə siz kautsuz yazanda error yazmır, prosta heç nə yazmır? Çünki error deyil əslində bu. Mən funksiyanı çağırıram, okey. Amma səbəbi odur ki, bu funksiyama mən cout məqsədini eləməmişəm. Bu funksiya mənə bir dəyər qaytarır. Yəni, sən əslində max 5-6 versən, tutaq ki, indi bunu da A-ya bərabərləsək, məsələn. Bu əslində error verməyəcəkdir. Sadəcə çıxışa heç nə verməyəcəkdir.
İndi bu da eyni şeydir. Çıxışa o vaxt nəsə verər ki, bunda cout olsun. Sadəcə bu F1-2-də bir dəyər var. Yəni məsələn olsun 2, 5, 6. Sən cout eləyəndə o dəyəri qaytarır. Tamam, bu bir dəyər kimi baxır buna artıq, ədəd kimi. Ona görə sən bunu boş yazsan o heç nə qaytarmır. Aydındır? Bəs niyə onda biz bu returnsiz yazanda bizdə error verir? Returnsüz yazanda error verir. Harda? Elə bir, yəni əgər prosta bunu yazmaq elə bir error verəcək. Bir saniyə, tam başa düşmədim sualını. Yəni sən harda error almalıdır? Aha, denən Əkbər, nəsə sən də denən. Bəlkə sən başa düşdün. Müəllim, deyəsən demək istəyir ki, məsələn biz bunu returnsüz yazsaq, bizim kodumuz niyə səhv çıxır? Yəni biz niyə bunu returnsüz yaza bilmirik bu funksiyanı? Bunu? Bəli. Okey. Okey, tamam. Yəni bu funksiya dərsin başına nə dedim? İki tip funksiyamız var. Void-dir, return-dir. Bu funksiyanın quruluşu artıq elədir. Yəni əgər mən long, double-dır falan da belə bir funksiyalar yazıramsa, o funksiyanın içində return olmalıdır. Amma bayaqki void-in içində cout yaza bilirdim. Amma bunun içində return olmalıdır. Bu sadəcə nəsə dəyər qaytarmaq funksiyasıdır. Nəyisə çıxışa vermək üçün deyil. Yəni mən məsələn dediyim kimi, burada özümün maksimum funksiyasını qursam, mənim məqsədim bəlkə bunu çıxışa vermək deyil, mən bunu dəyər kimi istifadə eləyəcəm. Ona görə return ona görə var ki, yəni return yazmasaq bu heç nə qaytarmayacaq mənə. Return yazanda artıq bu maksimum funksiyası mənə bir dəyər qaytarır və mən bu maksimumu necə istəsəm istifadə eləyə bilərəm. Tamam? Necə eyni ki max 1, 5 yazırıq məsələn, 5-i qaytarır. Əslində o funksiya da belə yazılıbdı returnlərinə. Aydındır? Return sadəcə bir dəyəri qaytarmaq üçün istifadə edirik. Bəli, müəllim, başa düşdüm. Okey. Buna qədər bir sual var uşaqlar. Xeyr, müəllim. Aydın oldu bu tipli funksiyalarla o salamı yazdığımız funksiyanın fərqi. Bəli. Okey. Əgər desəniz ki, məsələn mən nəyisə bunsuz da yaza bilərəm, yəni sadəcə int main-in içində razılaşıram, yaza bilərsiniz. Amma bunu bilin ki, uşaqlar, bu funksiyalar sizə lazım olacaq. Yəni, hətta nümunə olaraq görsədim. Gələcəkdə ən çox bunları qraf mövzusu var. Qraf suallarını keçəndə bunları daha çox görəsiniz. Məsələn, burada var mı, bilmirəm. Okey, baxın, məsələn, uşaqlar. Baxın, bunlar bir funksiyadır. Baxın, return var, məsələn, burada. Yenə return var. Baxın, məsələn, void var. Bu, özümün yazdığım bir funksiyadır. Yəni, bu funksiyaları indidən işləyirik ki, baxın, məsələn, mənim özümün burada funksiya var idi. İndi bunu başa düşməyə məcburiyyətində deyilsiniz, amma məsələn, əbob, əkobun funksiyasını yazmışdım. Məsələn, mən nə vaxt ki, əkob, əbob lazım olsa, mən öz funksiyamı çağırırdım, o mənə cavab qaytarırdı. Yəni, ona görə bunları indidən... Gələcəkdə belə uzun kodlar yazacağıq. Yəni, bu hələ qısasıdır. Qısasıdır. Qısasıdır, biraz. Aha. Yəni, bundan uzun bilmirəm indi burada hardadır, amma yəni bundan uzunlarda ola bilər uşaqlar. Amma gözünüzü qorxutmayın, əlbəttə ki, hələ ki o, yəni biraz ən axırıncı mövzularda olan bir şeylərdir, tamam? Yəni heç o sertifikatda düşməyəcək bir şeydir, amma olimpiyadada düşür, yəni 8-ci sinifdə indi görəsiniz onları. Amma yəni o vaxta qədər bunlar asan olacaq, sizə narahat olmayın. Tamam, onda sual yoxdursa, gəlin bir dənə məsələn ola biləcək sual tiplərinə baxaq homeworkdakı. Hə, baxın, məsələn, Əkbər, sən dedin, riyaziyyatdakına oxşuyur. Bax, al, məsələn, riyaziyyatdakı sual. Mənə nə deyir? Deyir, belə bir funksiya var. Ha, o funksiyanın əgər x-i 0-dan böyük olarsa 1 qaytarsın. 0-a bərabər olarsa 0 qaytarsın. 0-dan kiçik olarsa -1 qaytarsın. Gəlin, məsələn, yazaq. Bu yarışı atasız bu dəfə. Yarışacam, nə idi, atacam. Çünki məktəbiniz də yoxdur.
5-ci gün full evdəsiniz. 4-cü gündə hətta yarım iş gündür, tez buraxılasınız. Okey. Müəllim, çox qısa gündür. Nə? 4-cü gün? Bəli, 3-4 dərsdən çıxır. Aha, bilirəm. Ona görə də narahat olmayın. Məsələn, baxın, eyni şeyi yazıram. H sıfırdan kiçik böyüksə, return-ə məsələn 1 elə. Else if nə deyir? Sıfıra bərabərdirsə, hətta x deyə bizə rahat olsun. X sıfırdsa neynəsin? Return-ə 0 qaytarsın. Əks halda mənfidirsə neynəsin? Return-ə -1 qaytarsın. İndi uşaqlar, mən məsələn n-i daxil eləsəm, cout-a fn desəm, adını dəyişdirək, f olsun. Fn desəm, mən nə vermişəmsə, məsələn, gəlin müsbət ədəd verək. Nə verdi? 1 verdi. Məsələn, 0 verək. 0 verdi. Bir dənə də mənfisin verək. -1 verdim. Aydın oldu? Asan idi məncə. Yəni, sadəcə əslində if sualıdır. Və dediyim kimi yenə də. Bəli. Bunu əslində siz gəlib burada da yaza bilərsiniz. Düzdür? Return-lər sadəcə cout olacaq. Amma indi bu yarışdıq bunlarla yazılacaq. Çünki əlimiz öyrəşsin funksiyaları yazmağa. Bu sual məsələn belə. Məsələn, baxın B sualıdır. Nə deyir? X verilir, deyir. Hər bir x üçün deyir ki, bunu hesablamalısan. Məsələn, neyniyə bilərik? X olar, return-ə nə qaytarım? O riyazi düstur. Məsələn, x vur x, üstə gəlsin x, məsələn, çıx 5. Artıq mən x-ə nə atsam, o gedib return-ə bunu qaytaracaq. Məsələn, C sualı. Bu da eyni ilə. Yəni, görürsünüz, çox asan suallardır əslində. Yəni, vaxtınızı çox az alacaq. Yəni, sadəcə buranı dəyişdirəsiniz, return-ə nə verəcək? Məsələn, bu düsturu. Всё. Hətta baxın, əslində bu belə rahatlaşdırır. Yəni, funksiya eyni qalır, sadəcə return-ünə bir dənə dəyişəsiniz. Müəllim, bu düstur elə bil alınmır orada. Hansı? Niyə? Hə, okey, onu deməmişəm, hə, tamam. Uşaqlar, bunun içinə sadəcə 2 dənə dəyər yazmaya bilərsiniz. Yəni, 3 dənə, 4 dənə, 5 dənə, istədiyiniz qədər dəyər yaza bilərsiniz, tamam? Yəni, siz əgər burada 1, 2, 3, 4, 5 eləmək istəyirsinizsə, yəni 5 dənə ədədin 5-dən də istifadə eləmək istəyirsinizsə, sadəcə 5-ni də burada tanıtmalısınız. Tamam? Siz necə ki, məsələn, ABC-ni eləyəndə gəlib burada tanıdırsınızsa, mütləq onu burada da tanıdın. Yəni, əgər həmin ədədləri atırsınızsa bu funksiyanın içinə, burada da tanıda bilərsiniz. Yəni, burada bir limit yoxdur neçə dənə ədəd atacağınızı. Məsələn, orada indi həmin sualdan görsədim, görürük ki, 3 dənə dəyər var, düzdür? X, Y, Z. Məsələn, olsun X, Y, Z. Daxil elədim. Cout-a X, Y, Z-i verirəm. Məsələn, bunlar da gəlin eləyək X, Y, Z. Z. Return-ə nə versin? X vur Y vur Z. Üstə gəlsin. X üstə gəlsin Y vur Y. Üstə gəlsin Z vur Z. Tamam. Məsələn, gəlin run eləyək. Nə verilir burada? 1, 2, 3. 38. Aydın oldu uşaqlar. Ki, yəni bunun içində 3 dənə dəyər yaza bilərik. Biz return-ün kodları, biz məsələn void-in kodlarını return-a yaza bilərik. Yaza bilərsiniz. Onda elə void-in yerinə də həmişə return yaza bilərik. Yaza bilərsiniz, bir problem yoxdur uşaqlar. Sadəcə yenə dediyim kimi, əgər yəni bir şeyi məsələn stabil olaraq nəsə cout eləyəsinizsə, yəni void yazmanız okeydir. Yəni void-in üçün belə deyim də, buranı boş saxlaya bilirsiniz uşaqlar. Amma bunun üçün boş saxlaya bilmirsiniz. Mən məsələn ona görə deyirəm ki, siz eləmisiniz ki, int yazmaq yəni həmişə onu yazırsınız ki, intin bütün hər şeyini qarşılaya bilir də. Yəni onun kimi. Aha. Yəni sadəcə uşaqlar, biz məsələn sadəcə fərqini demək istəyirəm ki, gördünüz biz əsasən bu tiplərini nə isə riyazi bir hesablama, nə isə bir dəyərdən istifadə eləmək üçün eləyirik də, düzdür? Ona görə mən bura mütləq nəsə yazıram. Amma elə bir şey ola bilər ki, mən ancaq məsələn tutaq ki, salam vermək istəyirəm ancaq.
salamın bir dənə məsələn bu var və için doldurmağa artıq ehtiyacım yoxdur da. Ona görə bunu elə void-dən siyahıda salam verməyim, yəni normaldır. Yəni yenə dediyim kimi bunu istifadə edə bilərsiniz təkcə. Yəni sadəcə onu bilin ki, void-də siyahıdır, LL-də double tipli funksiyalarda isə return-dür. D sualı. A ilə B verilir, cəmin tapmalısınız funksiya ilə də amma. Hə, məsələn baxın burada. While-la ədədlər verir. Məsələn sin x eləyəsiniz, Cout-a fx X verəsiniz. verəcək, X verəcək, X vursun, X vursun, X plus Aha, 2 amma vurulsun, onu X Cout-da vursun, vermir X. uşaqlar. Baxın hər birinizin koduna baxacağam. Mən bu yarışda sırf 100 bal aldığınıza baxmayacağam. Funksiyanı yazıb yazmamağınıza baxacağam, tamam? Oldu. Ona görə mütləq funksiyadan istifadə edin. Uşaqlar, burada sinus var. Sinus x. Adicə belə yaza bilərsiniz, yəni. Məsələn, sinus x, tamam? Yəni orada nə gördünüzsə elə eynisini yazın, bir problem Mən olmaz. bəs kök altını necə yazılır? Kökaltı SQRT-dən usta. Hə, belə. İndi yadıma gəldi. G sualı da yenə eyni tiplidir. H sualı məsələn uşaqlar. Ədəddir. Ədədin rəqəmlərinin cəmini tapmalısınız. Məsələn, gəlin baxaq. Ədədin rəqəmlərin cəmini tapa bildik məncə. Adi qayda ilə. Məncə tapa bildik. Məsələn, gəlin deyirəm cəm 0. Deyirəm while n bərabər deyilsə 0-a. Məsələn, int son bərabər olsun n faiz 10. N bərabər olsun n bölü 10. Cəmi də hər dəfəsə nə qədər artırıram? Cəm üstəgəl son. Return cəm. Mənə çünki cəmi qaytarmalıdır, düzdür? Rəqəmlərinin cəmi. Return-ə cəm eləyirəm. İndi məsələn, gəlin yazaq bir ədəd. Nə verdi? 4 üstə gəlsin 5, üstə gəlsin 3, üstə gəlsin 6. Aydın oldu? Ədədin rəqəmlərinin cəmin verir. Yəni, tamam, adi, yəni int main-də nə yazırıqsa kodun. Sadəcə bunu gətirib elə bil f-in içinə atırıq. Başqa burada nə demək istəyirdim? Bir saniyə, burada nə istəyəcəkdim? Okey. Okey, amma burada dayana bilərik hələ ki. Yəni, funksiyalardan bir dənə baxım, burada başqa. Hə, okey. Hə, bunlar var. Bunlara vaxtımız çatmayacaq böyük ehtimal. Okey, onda evdə deyin, buradan hara qədər yazasınız uşaqlar. Functions 1 sualından, yarışından k-ya qədər yazasınız, tamam? Bir dənə biri qeyd eləsin ya da qrup elə indicə yazsın. Buradan k-ya qədər. Yəni bir də R2-ni tamamlamaq. R2-ni tamamlamaq. R2 tamam, da bunu Necə? Denən Əkbər. Mənim Cavidən desin. Denən Cavidən. Mən dedim demiş ki, R2-nin hamısı da kayacaq. Aha, kayacaq. Sən denən Əkbər. Mənim deyəsən o faktorial sualını tapdım. Yəni x çox bir-birinə vurursan da dövr elə. Forla yazmalıyıq məncə. Forla yaza bilərsən, amma bir saniyə düşünüm. Forla yaza bilərsən, amma o bəzi şeylərdə time limiti olur. Yəni zaman limiti olur. Ona görə rekursiv deyə bir şey öyrənəcəyik gələnlər funksiyalara aid. Ondan daha rahat yazarsınız. İndi hələ ki bunlara başınızı qarışdırmayın. Yəni k-ya qədər yaza bilərsiniz. Yəni k-ya qədər uşaqlar adi riyazi düsturlardır və bildiyimiz məsələlərdir. Yəni məsələn ədədin bölənlərinin sayıdır, rəqəmlərinin cəmidir. Bunlar bildiyimiz şeylərdir. İndi AZS-Kapın suallarına baxaq. Amma bir 2 dəqiqəyə gəlirəm, tamam? Bundan sonra suallarınıza AZS-Kapın birinci turun elə belə suallarına baxaq, sonra dərsimizi bitirək. Aha, uşaqlar, davam eləyək. Okey.
Bir saniye uşaqlar, bir dənə buranı düzəldim. Hə. Tamam. Baxın uşaqlar, birinci turun birinci sualı. Nə deyir bizə? Deyir ki, Rəşad müəllim maşını 28 molda saxlayıbdı və həmin gündə məqsədi en saat parkinqdə qalmaqdır. İki cür ödəniş eləyə bilər bu. Birincisi, hər qaldığı saat üçün A manat ödəyə bilər və ümumi ödənişi A vur N ola bilər. Düzdür? Yəni hər saat üçün A manat ödəyirsə, ümumi nə qədər ödəmiş olacaq? A vur N. İkinci Bəli. üsul odur ki, ümumi günlük B manat verə bilər və həmin gün istədiyi qədər saxlaya bilər. Bu günlük ödəniş olur. İndi bizə nə verilir? Rəşad müəllimin neçə saat parkinqdən istifadə eləyəcəyi, üsul 1-də hər saat üçün neçə manat ödəyəcəyi və ikinci üsulda günlük nə qədər ödəyəcəyi. Bizdən istəyirsə, minimum bu Rəşad müəllim neçə manatdan qurtula bilər bu parkinqdən. Məsələn, nümunəyə baxaq. Deyir 2 saat saxlayacaq. Birinci üsulda hər saat üçün 10 manat verəcək. İkinci üsulda isə sadəcə gün üçün 25 manat verəcək. Hansı eləmək daha məntiqlidir uşaqlar? Üsul 1 yoxsa üsul 2? Üsul 1. Üsul 1, düzdür? Neyniyəcək? Hər saat üçün, yəni 2 saat üçün hər birinə 10 manat verəcək və ümumi ödəniş nə qədər olacaq? 20 manat. Məsələn, ikinci nümunəyə baxaq. 3, 20, 60. Ya 60 manat ödəyəcək, ya da hər saatına 20 manat verəcək, yenə 60 manat ödəyəcək. Yəni, bu minimum qurtulmağı elə 60 manat olacaq. Necə bir şey eləyə bilərik uşaqlar? Mənim bəs birincidə axı 25-dir birincidə. Minimum Sabit 20 qiymət daxil. yazmadı. Yəni sabit qiyməti verməməliyik. Yo. Sənə N verilir, neçə saat saxlayacağı. Üsul 1-də hər saat üçün neçə manat ödəyəcəyin, üsul 2-də günlük nə qədər ödəyəcəyin. Həmin gün üçün nə qədər ödəyəcəyin, saat başı yox. Bax bir dənə. Bu sənin neçə saat saxlayacağındır. Bu üsul 1-də hər saata neçə manat verdiyin puldur. Bax hətta burada yazıb dizlərin. Hər saat üçün 10 manat ödəsə üsul 1-də 20 manat ödəmiş olacaq. Üsul 2-də isə sabit qiymətdir. 25 manat ödəyəcək. Hansı ucuzdur? 25 yoxsa 20? 20. Ona görə cavab 20 olacaq. Deyən Əkbər. Müəllim, burada məncə hər dəfəsində sil A, B, N eləyəcək. If-də də yazacaq ki, if A vurulsun N böyük kiçikdirsə B-dən, Siyauta A vurulsun N-i ver, else-də də B-ni ver. Vəsə, sualın həlli bitdi uşaqlar. 100 balınız hazırdır. Aydın oldu uşaqlar hamıya. Yəni sadəcə nə edəcək? Bu ikisini müqayisə aparacaq da. Yəni birinci üsuldakı nədir? A vurulsun N qədər pul ödəyəcəyimdir. Ya mən A vur N qədər ödəməliyəm, ya da B qədər ödəməliyəm. Siyauta nəyin verməliyəm bunların? Minimumun. Lap B də yaza bilərəm ipsiz. Minimum A vur N vergül B. Düzdür? Aydın olmayan var bu uşaqlar bu sual. Xeyr, müəllim, başa düşdüm. Mən Yəni uşaqlar özünüzü qorxutmayın, asan da olacaq yəni. Mən bəzən abartıram, amma daha o qədər çətin olmur. Amma bu birinci turda. Amma əsas birinci turu keçməkdir. Ondan sonra motivasiya bəhs eləyəcək. Okey, baxaq bu bir suala. Bir saniyə görüm, bunların bu iki dənəsi var idi. Bunun hansının həlli qısadırsa ona baxaq, çünki vaxtımız azdır. Bir saniye. Okey, baxaq elə B sualına. Aha uşaqlar, B sualında deyir ki, bir dənə oxuyum özümdə yadıma salım. Mən bu sualda dəyişənləri topladıqda işarəsi müsbətsə müsbət, mənfidirsə mənfi işarəsi çıxışa verməlidir. Yox. Həmişə elə olmayacaq. Çünki qoy bir dənə düşünüm. Denən Əkbər səndə. Amma bir dəqiqə ola bilər sən dedin. Mənim De. ağlıma gəldi burada int i-dən
N-ə qədər gedirik forda da. Forda gedəndə də hər dəfə cəm dəyişəni əlavə edirik. Cəm Formla gedə bərabərdir, cəm bilməzsən. plus i edirik. Çünki 10 üstü 18-dir. Bizim formumuz maksimum nə qədər fırlana bilər? 10 üstü 9 dəfə. Bəli, time limit verəcək. Aha, təmin verəcək. Denən Cəmil. Lavabo AB yazdıq. İfə verilir ki, əgər A böyükdürsə -B-dən C6 üstə gəlsin. Sonra Necə bir də de? if yazırıq. Əgər A olsa B-dən C6 üstə gəl versin. Okey. Else if yazırıq. Aha. A kiçiksə B-dən mənfi versin. Sonra else yazırıq. A üstə gəl B C6-da 0 versin. Okey. Məncə düz olmalıdır. Elə Cavidan sən dediyin şey də elə də məncə. Prosta mən elə Mən- Aha de. Mən yenidən başlayıb NL AB verəcək. Sonra if-də A plus B kiçikdirsə 0-dan çıxışa mənfi işarəsi versin. Sonra else if-də A üstə gəl B böyükdürsə 0-dan müsbət işarəsi versin çıxışa. Else-də də 0 versin. Elə orada elə deyirdi. Aha. Əks 0 çap edin deyirdi ən sonda. Yəni burada A və B aralığı deyə mən ona fikir verdim, ona görə çalışdım. Yəni belə bir şey deyim də. O dediyiniz şey zaten baxın buna görə elə olur da. Yəni məsələn düşünün ki, -13-dən 18-ə qədər ədədlərin cəmini istəyir. Yəni cəminin işarəsində. Məsələn düşünün ki, indi burada ortada 0 var və burada mənfi ədədlərdir, burada müsbət ədədlər. Hara qədər cəm 0 olmuş olur? -13-13 aralığına qədər, düzdür? Çünki bura məsələn mənfi tutaq ki x-dir, burada müsbət x-dir, düzdür? Bu ikisi zaten bir-birini aparır, bu edir 0. Yerdə nə ədədlər qalır? Müsbət ədədlər. Digər halda məsələn hər ikisinə gəlin mənfi olaraq baxaq. Məsələn mənfi İşarələnirlər də. Biri Aha. mənfidirsə, öbürüsü müsbət olur. Əgər hər ikisi mənfi, hər ikisi müsbətdirsə, nə verməlidir? Müsbət verməlidir. Yəni əgər müsbət aralıqdadırsa müsbət olmalıdır. Mənfi aralıqdadırsa mənfi olmalıdır. Əgər mənfi müsbət varsa, onda nəyə baxmalıyıq? Mənfi mi böyükdür, müsbət mi böyükdür? Düzdür? Əgər hansı böyüksə, demək ki, o qədər mənim çox mənfi cəmim var. Deyən Əkbər. Mən bir dənə bilmirəm səhvdir düzdür, amma fikirləşdim ki, bunu məsələn yaza bilərik ki, if ABC kiçikdirsə B-dən, C6-a müsbət ver. Ondan sonra məsələn else if-də yaza bilərik ki, else if ABC A bərabərdirsə, ABC B-yə, C6-a 0 ver. Else-də də yaza bilərik ki, if Sən hər ikisinin ABC ABC-ni yoxlasan axı bilməyəsən hansı mənfidir, hansı müsbətdir. Mənim hər hala baxsa olmaz. Olar, əlbəttə olar. Sadəcə daha qısa olmağın üçün deyirdim. Yəni uşaqlar istədiyiniz qədər şey uzun yaza bilərsiniz hər şey. Yəni bəzən də kodlar əslində hər halı yazdığımız üçün uzana bilər. Yəni sadəcə baxın məsələn. Okay, ABS ona görə yazmırıq. Əslində hər hala baxmalıyıq sən dediyin kimi. Sadəcə uşaqlar bir dənə baxım A B-dən həmişə kiçikdir məncə. Aha. Yəni baxın bir dənə yazaq ümumi. Məsələn AB verir, sin AB verdi, düzdür? Nə vaxt 0 verməlidir mənə? Onu deyim mənə. Ən asan hal budur. ABC A ABC B-yə bərabərdirsə, yəni bir-birinə bərabərdirsə. Yox. Məsələn 13. Mənim ABC-si yenə də 13 deyil. Okay, 13 amma hər ikisini 13 götürəcək həmin cəmi. Sıfır da onda. Bir saniyə aralarındakı ədədi sırf aralarındakı ədədə baxırsa sən dediyin düzdür, amma xatırlamıram bu sualda necə idi. Əgər yəni mən dediyim şey budur. Əgər həmin adam 13-dən 13 aralığına baxırsa, zaten bu 13 var onun aralığında. Tamam. Bəli. Amma 0 nə vaxt alınır uşaqlar? Əgər -13 13 aralığı olsa.
Bir tərəf mənfi, A bir tərəf bərabərdir mənfi, B bərabərdir müsbət. Ay sağ ol. Amma hər ikisini də bərabər ədəd olmalıdır. Onda belə bir şey yaza bilərəm ki, mən əgər Məndə beləcə A bərabərdir mənfi B-yə. A bərabərdirsə mənfi B-yə, okey, amma onu belə yaza bilməyəcəyik. Belə iflə yoxlama, amma belə yaza bilərik uşaqlar. A vurulsun mənfi 1. Əgər B-yə bərabərdirsə, onda siyahıda nə versin? 0 versin. Düzdür? Sadəcə elə bil A-nın qabağına bir dənə mənfi atıb onu müsbətləşdirdim. Bu oldu birinci Üç hal. halımız olur da. 2 dənə halımız olurmu? Gəl bir dənə yaza bax. 3 halımız. Bir dəqiqə. Yo, yo. 3 halımız olur. Yo, biraz çox olacaq. Bax belə baxmalıyıq. Hər iki tərəfin mənfi olduğu, bu tərəfin mənfi, o tərəfin müsbət olduğu, hər iki tərəfin müsbət olduğu. Başqa hal qaldımı? Məncə yoxdur başqa hal. Mənfi, 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 müsbət. Müsbət, müsbət. Okey. Nəzərə alın ki, AB-dən həmişə kiçikdir, ona görə yəni yerlərini dəyişdirmirəm. Onda gəl məsələn bunu yazaq. Hər ikisinin mənfi olduğu hal. A sıfırdan kiçiksə and B sıfırdan kiçiksə, onda siyahıda nə versin? Mənfi. Düzdür? Bəs bu tərəf mənfi, o tərəf müsbətdirsə, bax bunun içində də bir dənə iflər olacaq. O iflər nədir sizcə? Yəni məsələn belə bir şeydirsə, mənfi 13 5-dirsə, ya da mənfi 13 25-dirsə. Məsələn, bunun işarəsi nədir uşaqlar? Cəmin işarəsi bu aralıqda. Mənfi 13 5 aralığında cəm nədir? Yəni ədəd olaraq demirəm sadəcə mənfi müsbətdir. Mənfidir. Yəni aha. Aşağıdakında nədir? Müsbətdir. Müsbət. Müsbət. Onda mən belə bir şey desəm ki, bu hala gələndən sonra əgər, aha bayca burada ABS işlədə bilərəm. Çünki bilirəm ki, bir tərəf mənfidir. O da ki, sol tərəfdir. Çünki mən bu ifi yazmışam. Əgər ABS Mənim else if-in içində if yazmaq olur ki. Olur. Uşaqlar olur. Yəni else if bunu yazdınızmı, siz bunun içində ona nə eləyəcəyinizi deyirsiniz. Və bunun içində istədiyiniz şeyi yaza bilərsiniz. Yəni o sadəcə ona baxıb eləyəcək. Əgər ABS A B-dən böyükdürsə, onda nə versin? Mənfi yoxsa müsbət? Müsbət. Yaxşı fikirləş. Mənfi, yəni A böyükdürsə mənfi. Əks halda nə versin? Müsbət. Yəni B-nin böyük olduğu hal. Vəsə, bunu da yazdıq. Bu ifdə getdimi? Bax bunu yazdıq. Bunu yazdıq. Qaldı nə? Müsbət halı. Else if əgər hər iki tərəfdə müsbətdirsə, siyahıda nəyə versin? Müsbət. Başqa hal məncə qalmadı. Vəsə, baxın uşaqlar, sual bitdi. Məncə asan sual deyil. Yəni sadəcə biraz bəlkə də çaşdırıcıdır. O da şifahi eləyirdik deyə o qədər çaşırdı. Yəni yoxsa məsələn qarlamada falan eləsə daha tez yazmaq olardı. Tamam, indi hələ ki bu iki Mənim suala. bu yarışda verirlər xalımızı. Necə yəni? Bunu yoxlamağı deyirsən? Yəni məsələn bir sualdan 95 bal alsaq verəcəklər o balı. Verirlər. Uşaqlar, yəni yarım bal alsaz bal verirlər. Yəni orada testlər olur məsələn. De. Necə? Deyilməm sizin məsələn. Tamam. Məsələn, əgər orada arxada 10 dənə hal varsa, məsələn 10 dənə hal nə deyirəm? Məsələn, bu birinci hal, bu ikinci hal. Sizin kodunuz məsələn elə suallar olacaq ki, verəcək, elə suallar olacaq ki, müəyyən şərtlər halında verəcək. Məsələn, birinci tipində əgər 10 dənə test case varsa, yəni bunlar 5-i düzdürsə 50 bal verəcək. Amma 5 səhvdirsə o 50 bal kəsəcək oradan və ümumi sıralama o ballarınıza əsasən olacaq. Yəni cəmlənəcək hər sualdakı ballarınız. Denən cəmi. Məsələn, yoxlama cəhdiniz. Yəni, Yoxlama cəhdiniz orada səhv göstərsə, onu mütləq etməliyəm, yoxsa? Təzədən ata bilirsən 50 dəfə olur şans, səhv eləmirəmsə əgər. 50 dəfə. Aha, 50 dənə. 50 Müəllim biz onsuz 50 dəfə yoxlamayacağıq ki o kodu. Maksimum 4 dəfə yox. Siz elə düşünün. Yəni olimpiada vaxtı biraz şey olur. Yəni həyəcandan ola bilər ki, kiçik şeyləri səhv eləyirsiniz və ondan durmadan nəyisə dəyişdirib tez atırsınız da o anlıq gələn həyəcandır. Yəni mən məsələn
bəzi sualda 20-dən çox 50 atdığım olubdu, yəni. Yəni limitə yaxınlaşmışam, yəni. Hətta mənim olduğum yarışda 30 idi limit. Yəni limitə yaxın idim mən. Yəni elə şeylər olur. Tamam uşaqlar, indi A ilə B-yə baxa bildik ancaq gələn dərsdə yenə baxarıq bunun suallarına. Çünki mən növbəti dərsə girməliyəm indi. Ümumi A ilə B-nə, O ilə B-də necə idi sizcə? Yəni asan idi, yoxsa çətin idi? Məncə çətin deyildi. Məncə də çətin deyil. Hətta bəlkə Sanmıyordum ben. məncə homework sualları bundan daha çətindir. Məncə. Yəni homeworkdakı bəzi axırıncı suallar falan bundan daha çətindir. Yəni ona görə özünüzü qorxutmayın birinci turdan. Sadəcə amma yenə də hazırlıqlı olmaq lazımdır ki, yəni hazırlıq nə deyirəm? Yəni durmadan sual işləmək sadəcə. Praktik eləmək. Tamam uşaqlar. Finalda neçə sualdır? Finalda. Hər bir raundda məncə 3-4 sual olur. Hətta gəl baxaq görək neçə sual düşübdür finala. Səhv etmirəmsə orada çox az sualı 3 saat verirlər finalda. Yəni elə olacaq uşaqlar, hansısa 3 suala məsələn 3 saat və yaxud da 4 suala 4 saat. Yəni 10 dənə sual zad görməyəsiniz heç vaxt. Yəni maksimum görə biləcəyiniz 4 və yaxud da 5-dir. Finalda məsələn 5 sual olubdu. Keçən il. Məsələn indi bu sualları indi işləyəcəyik imtahandan qabaq. Məsələn burada tutaq ki, baxın Çox görürsünüz. böyük kodları var. Yox, kodları yoxdur. Yəni bu sual biraz uzun ola bilər, amma o final sualdır. Baxın görürsüz, sual mənim haqqımdaymış. İndi zamanla oxuyacağıq bu sualları, işləyəcəyik. Tamam. Məsələn round 1-də 5 sual olubdu. Yəni max 4-5 arası olur və saatda ilk turlarda ola bilsin az olur, amma finala yaxınlaşdıqca 5 saata qədər olur. Tamam uşaqlar, onda başqa sualınız yoxdursa mən yekunlaşdırım yavaş-yavaş növbəti dərsə girməliyəm. Ev tapşırığı Evə nə verdiyimizi deyə bilərsiniz. evə Functions 1-dən təzə yarışdan. Təzə yarışı bu arada indi əlavə eləyəcəm, tamam? Hardasa 20 dəqiqə falan əlavə eləyəcəm. Buradan H-a yox, H yox, K-ya qədər. Bir də R2 yarışını bitirmək. Oldu müəllim. Tamam. Sağ olun uşaqlar. Nə sualınız Sağ olun olsun, müəllim. grupda verərsiniz. Sağ ol. Sağ olun. Sağ ol.